2011-ci ildə 10 hektar olaraq fəaliyyətə başladığımız istixana qrupu bugün ölkəmizin ən aparıcı istixana şirkətlərindən biridir. Cənab Prezidentin rəhbərliyi altında və igid oğullarımızın, ordumuzun rəhbərliyi altında işğalda olan torpaqlarımız da artıq azadlığa qovuşduqdan sonra bu da qeyri-neft sektorunun inkişafına, xüsusilə kənd təsərrüfatının inkişafına bir stimuldur. Greentech şirkəti ilə Peşə Təhsili Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq, anlaşma memorandumu.